Xoş gördük əziz futbol həvəskarları. Bu dəfə də biz Biləsuvardayıq. Bu dəfəki müsahibimiz Biləsuvar Futbol Klubunun rəhbəri, eyni zamanda Padişah Mebel evinin təsisçi rəhbəri Mirfüzuli bəydir. İstəyərdik ki, ondan müsahibə götürək və ilk sualım budur Mirfüzuli bəy. Siz necə oldu ki, futbola belə maraq yarandı sizdə və qərara gəldiniz ki, Biləsuvarda futbol klubu yaradılsın? Yalçın müəllim, birinci xoş gəlmisiniz bizim bu qəhrəman şəhərimiz Biləsuvara. Bildiyiniz kimi Biləsuvar qəhrəman şəhərdir, mübarizlər diyarıdır, şəhidlər diyarıdır. 2023-cü ildən futbol klubumuz yaranıb, təsisçisi Zəfər müəllim olub. Sonradan mən bu işlərə cəlb olunmuşam və həvəsim azərkeş olub. Əvvəldən köhnə illərdə azərkeş kimi olmuşam, böyük futbolun azərkeşi olmuşam. Və mən də bir Biləsuvar vətəndaşı kimi, Biləsuvar oğlu kimi mən də istəmişəm Biləsuvarı da təmsil edən bir klubumuz olsun. Buna Allaha çox şükür eləyək ki, nail olduq. Qısa bir müddətdə komandanı siz özünüz də bilirsiniz, uzun bir məsafə yol keçdi. Oyunçularımız, futbolçularımız doğrudan da bir oldular. Komandamız qrupda lider çıxartdılar. Sonradan 8-də 1, 4-də 1 mərhələlərini uğurla keçdik. Bugün də 2-də 1 oyunun cavab oyunudur. Biləsuvarda böyük coşqu ilə bu oyun tədbir olacaq. Allahın köməkliyi ilə komanda, hər iki komandaya uğurlar arzulayıram. Zəngəzur komandasına da, Biləsuvar komandasına. Mənim kim güclüdür, o qalib gəlsin. Düzdür, Zəngəzur komandası profesional oyuncular çoxdur orada. Onların tərkibinə baxanda görünür, orada stajlı futbolçular çoxdur. Ancaq mən də komandamıza inanıram. İnşallah qələbə Biləsuvarın olar. Bəs Mirfüzuli bəy, bu sual daha çox digər klublarda maraqlandırır. Bəs necə oldu ki, Biləsuvarda belə deyək, futbol ənənələri zəif olan bir bölgədə futbolu bu dərəcədə sevdirdiniz və minimum bir maliyyə xərcləri ilə belə deyək, tək başına da necə elədiniz? Qeyri-adi nə etdiniz ki, bəs bu nəticələri əldə elədiniz, maksimum nəticələri? Yalçın müəllim, birinci gərək o işə həvəsin ola, arzun ola. Bizdə də Biləsuvar cəmaatımızın birliyimiz var. Bu işlərin görülməsində, maliyyə dəstəyində mənim yanımda olan bütün Biləsuvarlılar var. Düzdür, o maddi çətinliklərimiz demək olar ki, olmadı. Hamı xalq, Biləsuvar cəmiyyəti, ictimaiyyəti, rəhbərlik, icra kimi, polis rəisimiz, Nəsib müəllim, hamısı bizə dəstək oldu və bir də ki də o ruh vardı. Bizdə bilirsən, bizim cəmaatımızda müharibə zamanında da görsəndi ki, Biləsuvarda doğrudan da vətəni sevən, millətini sevən insanlar çoxdur. Allah şəhidlərimizə rəhmət eləsin. O ənənəvi şeydir, göstəricidir ki, bizim Biləsuvar cəmiyyətimiz, Biləsuvar oğullarımız həm döyüşdə, həm də çalışdıq ki, futbolda da bir ad qoyaq, futbolda da Biləsuvarı təmsil eləyək, onların ruhu şad olsun. Cənub bölgəsində bilirsiniz, futbol ənənəsi olub, Xəzər Lənkəran olub, Biləş Masallı olub və biz də çalışdıq ki, bu bölgədə Biləsuvar komandası da özünə yer tutsun, 2-ci ligiyə vəsiqə qazansın. Bunu hamısı bir yerdə, cəmiyyətimizin birliyi, rayonumuz rəhbərliyin bizə qayğısı və bir də ki, arzumuz, niyyətimiz təmiz. Buna görə də komanda bu yerə gəlib çıxıb. Bəli, Mirfüzuli bəy, sonuncu sualımı da ünvanlamaq istəyirəm. Demək, Biləsuvar Futbol Klubuna da artıq lisenziya verildi. Liqa 2-yə vəsiqə qazanacaq təqdirdə ki, bu real görünür. Və Biləsuvar Futbol Klubu da gələn mövsümdən artıq Liqa 2-də görüləcək. Daha məsuliyyətli çempionatdır, daha prinsipial komandalar olur, daha güclü komandalar olacaq. Bəli. Və az öncə də sizin klub nümayəndələri ilə Mirpaşa bəylə də danışıqda gördük ki, stadionda yenidən qurma işləri olacaq, həm soyunma geyinmə otaqları, həm ot örtüyü, hətta belə deyək, navestin qurulması azarkeşlərin yağışdan, soyuqdan, gündən qorumaq üçün. Bu barədə istəyərdik sizin dilinizdən də tam öyrənək. Azarkeşlərimiz də Biləsuvar ictimaiyyətdə, daha digər yoldaşlar da maddi, mənəvi yanımızda olsunlar. Düz buyurdunuz. Bizim bu
planımız var inşallah. Stadionumuzun yenidən qurulmasına layihə hazırlanır Allahın köməyi ilə. Buna cənab başçımız Faiq müəllim şəxsən özü məşğuldur bu işlə. İkinci, Yalçın müəllim, futbolu biz burada ənənəvi köhnədən futbol olub biləsi vardı. Ancaq müəyyən yerlərə gedib çıxa bilməmişik. İndi biz nəticəsi olmayıb. İndi biz istəyirik ki, rayon üzrə birinciliyi keçirdək, Allah qoysa. Orada kəndlərdə yaxşı cavan futbolçular, uşaqlar yetişir. Onları arayıb axtaraq, üzə çıxardaq və biz istəyirik ki, futbolumuzu biləsi var uşaqları ilə gələcəkdə təmin eləyək. Düzdür, indi bu dəqiqə elə uşaqlarımız yetişməyib. Ancaq bunu arayıb axtarıb oynatmaq lazımdır ki, o uşaqların istedadını üzə çıxardasan və ondan da gələcəkdə istifadə eləyəsən. Buna təm əminəm ki, inşallah Biləsuvar Futbol Klubu yaranan gündən əzmkar olub, arzuları həmişə yüksək yerlər olub. Bu arzularla da inşallah çatarıq dövlətimizin, cənab başçımızın köməkliyi ilə. Bu etabı da inşallah keçərik Allahın köməkliyi ilə. Təşəkkür edirəm. Qaldı ki, mənim də öz Padişah Mebel fabrikimiz bütün Azərbaycanda tanınmış bir markadır. İndi tanınır, daha doğrusu 14 ildir biz bu işlə məşğuluq. Millətimizə xidmət edirik və o xidmətlər dövrə də mən qürur duyuram xalqıma, millətimə, rayonuma və onun da hər bir Biləsuvarlı öz klubuna kömək eləməlidir. Mən də bu arzularla işə başlamışam. Orada Zəfər müəllim əziyyəti böyüdür, Adil müəllim məşqçimiz, bütün futbolçu heyəti. Allah hamısından razı olsun. İnşallah gələcəkdə 2-ci liqada görüşərik inşallah. Bəli, sonda da onu vurğulayım ki, aşağıdakı nömrələrlə əlaqə saxlayıb, məsələ Biləsuvarda yaşayanlar, ətraf rayonlarda yaşayanlar öz evlərini Padişah mebelinə bəzəyəcəyi halda eyni zamanda da elə Biləsuvar Futbol Klubuna bir növ qatqı etmiş olarlar. Bu da bir futbolumuza inkişafı üçün bir töhfə olar. Sağ ol Yalçın müəllim. Təşəkkür edirəm. Sağ olun, var olun. Minnətdaram.